Vaşinqtonda konqresdə məsələn dəyişikliklərin ola biləcəyi təqdirdə söhbət parlament seçkilərinin, konqresə keçirilən seçkilərin nəticələrindən gedir. İstər prezident seçkilərinin bir neçə il sonra keçirilməsinin və onun nəticələrindən gedir ki, yəni indiki reallıqlar orada dəyişə bilər və nəticə etibarıyla artıq Ermənistan da bu öhdəliklərindən rahat şəkildə yayındırıla bilər həmin qüvvələr tərəfindən. O zaman belə çıxmırmı ki, əslində elə Rusiyanın da başqa cinahda söhbət Ukrayna ilə müharibədən gedir. Başının qarışdığı vaxtda, Vaşinqtonda da Trump administrasiyasının hakim olduğu bir vaxtda elə sülh müqaviləsinin imzalanmasını əslində tələsmək lazımdır. Əlbəttə, o mənada razıyam sizinlə, tamamilə razıyam. 2026-cı ildə keçiriləcək konqresə aralıq seçkilərdə respublikaçılar deməli çoxluğu itirsələr, əgər yəni demokratlar üstünlüyü əldə etsələr, o halda Trump marşrutunun taliyi necə olacaq? O zaman Ermənistan bu əvvəlki kimi demokratlardan aldığı dəstəyi öz arxasında, çiynində hiss etdikdə hansı manevrlər edəcək? Bu məlum deyil. Mən düşünürəm ki, bu məsələdə Azərbaycan tərəfi ümumiyyətlə gələn iki seçkilərdən asılı olmadı. Azərbaycan tərəfi də Birləşmiş Ştatlar administrasiyası da nə qədər ki Trump hakimiyyətdədir, bu məsələnin reallaşmasında tələsməlidir. Bir də onu deyim ki, bayaqki fikrimə əlavə olaraq icazəniz olsa, bilirsiniz ki, Ermənistan dəmir yolları, Cənubi Qafqaz dəmir yolları daha konkret desək, Cənubi Qafqaz dəmir yolları Rusiyanın konsesiyasındadır və Rusiya dəmir yollarının törəmə şirkətidir. Ona görə də bu Zəngəzur dəhlizinin açılmasında və ya Trump marşrutunun açılmasında bu dəmir yolunda müəyyən qədər Rusiyanın əngəllər yaradacağını düşünürəm. Amma bu məsələnin çox uzun sürəcəyini də düşünmürəm. Çünki 2027-ci ildə Ermənistanın dəmir yollarının konsesiyasına dair müqaviləsinin müddəti başa çatır. Bilirsiniz ki, bu müqavilə 20 il və 10 il, əlavə 10 illiyə nəzərdə tutulub, 30 illiyinə. 20 ildən sonra Ermənistan istəsə müqavilə bağlaya bilər, istəsə imzalaya bilməz, imzalamaz. Yəni onun hüququndadır və düşünürəm ki, əgər gələn Paşinyan seçkilərdə qalib gələrsə, 2027-ci ildə dəmir yollarının yenidən Rusiyaya verilməsinə dair sazişi imzalamayacaq və ondan sonra dəmir yolunu açmaq daha asan olacaq. Ona görə də hesab edirəm ki, birinci, əgər biz əvvəllər dəmir yolunun açılmasından daha çox danışırdıqsa, indi avtomobil yolunun açılması şansı daha yüksəkdir və Zəngəzurdan avtomobil yolunun açılması prosesi birinci baş verəcək və bunun ardınca 2027-ci ildən sonra biz dəmir yolunun açılmasına danışa bilərik. Bəli, ümidlərimiz bu yöndədir ki, Qərbi Azərbaycana, Dədə-Baba yurtlarımıza heç olmasa bu dəhliz vasitəsilə, bu yol vasitəsilə ilk növbədə Meğriyə, Nüvədi kəndinə qayıtmış olaq və yaxud da oradan keçmiş olaq. İstənilən halda sülh və sabitlik yönündədir. Yalnız ümidlərimiz, sizə də minnətdarlığımızı bildiririk. Biz də bu pozitiv ümidlərin formalaşmasına həm də öz təhlilinizlə yön verdiyinizə görə minnətdarıq sizə. Sağ olun.